Hər birinizi xoş gördük kanalıma, əziz izləyicilər. Sizlərlə yeni bir ədəbiyyat izahında daha bərabərəm. Bugünkü mövzu izahımız Məhəmməd Füzuli olacaq. Məhəmməd Füzulinin deməli ümumi şəkildə yaradıcılığı və söz qəzəli və məni candan usandırdı qəzəlləri, bunlar oldu onun yaradıcılığı və bizə ən lazımlı məqam təbii ki, Leyli və Məcnun poemaları haqqında danışmağa çalışacağam. Videonun mövzunun izahına keçməzdən öncə onu xatırladım ki, bizim sentyabr qruplarımıza artıq qeydiyyat başlayıb. İstəyir onlayn, istəyirsə də əyani şəkildə hazırlıqlarımıza qeydiyyat bu 3 ay yay tətili ərzində davam eləyəcək. Bir də bizim ödənişsiz yay dərslərimiz olacaq. Çünki biz bütün kütlələri nəzərə almağa çalışırıq. Ödənişsiz dərslərimizdə də iştirak etmək istəyənlər video başlığındakı əlaqə nömrəsi ilə əlaqə yarada bilər. Ödənişsiz dərslər yalnız təbii ki, onlayn formatda keçirilir. Ödənişsiz dərslərin sonunda sentyabrdan etibarən ya bizimlə hazırlıqlara davam edirsiniz, yaxud da davam etməsəz belə bu 3 ayı pulsuz şəkildə yararlana bilərsiniz. Bu artıq öz seçiminizdir. Reklamımızı da bitirdik. Keçək Füzuliyə. Deməli Füzuli. Məhəmməd Füzuli onu qeyd eləyək. Onu əslində qeyd etməyə ehtiyac yoxdur. Nə vaxt harada anadan olub, harada vəfat edib və s. Amma o doğulduğu İraq civarından heç vaxt həyatının sonuna qədər demək olar ki, ayrılmayıb. Hay bizə testlərdə yəni verilsə ki, sürgündə olub, nə bilim, müxtəlif yerlərə səfəri və s. olub. Bunlar hamısı uydurma olacaq artıq. Onu bir dənə dedim, vəssalam həyat haqqında. Yəni, düşməz, amma yəni, dedik də, yəni. Belə, ümumi məlumatlar. Məhəmməd Füzuli. Məhəmməd Füzuli həm nəzmlə yazıb, həm də nəsrlə yazıb. Həm lirik növdə, həm epik növdə yazıb. Müxtəlif şeir vahidlərindən, beyt və bəndlərdən istifadə edib. Azərbaycan, ərəb və fars dillərində yazıb. Mən bu məlumatları sadaladıqca siz xatırlamağa çalışın ki, bu məlumatların içərisində biz keçdiyimiz əvvəlki şairlərdən hansılarla ortaqlıq xüsusiyyətlər var. Deməli, ümumi məlumatlardan danışdıq, bir də gəlin divandan danışaq. Məhəmməd Füzulinin elm aləminə 3 dənə divanı mövcuddur, bəllidir. Birincisi, türkcə divanı. İkincisi, fars dilli divan. Üçüncüsü isə qəsidələr divanı. Ana dilli divan, yəni türk dilli divan, təbii ki, türkcədir. İkincisi dedik ki, farsca olan bir dənə divanı var. Üçüncüsü isə qəsidələr divanıdır. Bu qəsidələr divanına həm türkcə, həm farsca, bir də ərəbcə olan ümumi qəsidələr daxildir. Bu qədər. Və bunlar oldu, deməli, Məhəmməd Füzulinin lirik növdəki yaradıcılığı. İndi lirik növdəki yaradıcılığından danışanda birazdan söz qəzəli və məni candan usandırdı haqqında da məlumatlar verməyə çalışacağam. Bu oldu lirik növdəki yaradıcılığı. Biz keçid alaq onun ən əsas poema. Yəni belə epik növ haqqında danışaq. Ana dilli poema yazmışam, bir də fars dilli poema yazmışam. Ümumiyyətlə poema nədir? Poema yalnız nəzmlə yazılır. Füzulinin yaradıcılığını düzdür öyrənərkən əsər adları çoxdur. Amma çalışaq ki, biz onları ən yaxşı sistemli şəkildə öyrənək. Ana dilli poemalar, Leyli və Məcnun, Bəncübadə, Söhbətül Əsmar, ana dilli yaradıcılığını yazıram. İndi birazdan bunların içərisində poema olub olmayanları ayıracağım. Həqiqət-ü Süəda, bir də onun məktubları var. Belə, bunların içərisindən biz nə edirik? Ayırırıq ilk öncə. Allegorik poemalar hansıdır? Ana dilli yaradıcılığındakı əsərlər bax bunlardır, bu 5 dənələr. Allegorik poemalar hansıdır? Allegorik olmayan əsərlər hansıdır? Belə. İndi onları ayıracağıq, narahat olmayın. Bir də yazmışam ki, nəzm və nəsr söhbəti. Mən qeyd etdim ki, poema yalnız nəzmlə olur. Poema yalnız nəzmlə olursa, Leyli və Məcnun nəzmlədir. Bəncübadə nəzmlədir. Söhbətül Əsmar nəzmlədir. Amma bir yerdə qalan Həqiqət-ü Süəda ilə məktubları da oldu nə? Nəsr şəklində. Aydındır? Bax, belə bir rahat yolla yadda saxlayırsınız. İkinci, fars dilli poemaları. Fars dilində onun bizə düşən bir dənə poeması var, Həftcan.
Həft cam 7 cam deməkdir farscadan tərcümədə. Çox möhtəşəm də yazırıq. Həft cam əsərində ictimai eyiblərdən, bəlalardan danışılır və nəzm nədir? Poemadır. Belə. Və allegorik əsərdir. Daha sonra həft camdan danışdıq. Onun keçək nəsrlə yazmış olduğu əsərlərindən bəhs eləyək. Nəsrlə 2 dənə əsəri var. Deməli, Səhhət və Mərəz. Bilmirəm artıq hara yazın, bircə dəqiqə. Səhhət və Mərəz. Bir də var, deməli, Rindü Zahid. Bunları da birləşdirən bir sıra ortaq cəhətlər var təbii ki. Dedi ki, bunlar poema janrında deyil. Ona görə ki, bunlar nəsrlə yazılıb. Biz dedik ki, poema yalnız deməli nəzmlə olan haqq hesablardan deyilməlidir. Yəni nəzmlə olmalıdır. Səhhət və Mərəzdə müəllifin dini, elmi, ictimai, fəlsəfi axtarışlarına bir yekun vurulur sanki. Rindü Zahiddə isə müəllifin insan və zaman haqqındakı, yəni o obrazların üzərinə köçürdüyü, yəni insan və zaman haqqındakı dünyaya fərqli baxışdan söhbət gedir Rindü Zahiddə. Səhhət və Mərəzdən daha çox bizə sual düşə bilər yaradıcılığında. Orada düşür ki, yəni elmi dini fəlsəfi axtarışlarının yekunu kimi hansı əsər soruşsa bizdən hansı əsəri götürürük? Səhhət və Mərəzi götürürük. Bir də ümumiləşdirirəm. Bunlar fars dilli nəsrlə olan əsərlərdir, poema deyil. Poeması farsca bir dənə oldu, artıq bizdə həft cam. Yerdə qalan ana dilli əsərlərdə qeyd etdik və hər ikisinin deməli bunların da ortaq cəhətlərindən biri allegorik əsər olmağındadır. Belə, yəqin ki, buradan ümumi şəkildə bizim problemimiz qalmaz deyə ümid edirəm. Keçid alaq söz qəzəlinin təhlilinə. Söz qəzəli əruz vəzninin Rəməl bəhrində yazılıb. 7 beytdən ibarətdir. Qeydlərinizi götürün, bu kitablarda yoxdur. Bax, bizə indi mən ad çəkməməliyəm təbii ki. Bəzi test vəsaitlərində, o ən çətin test vəsaiti hansıdır ədəbiyyatdan, o nəzərdə tuturam. Orada bir-iki söz verib. Birincisi, verir ki, düz mütənasiblik anlayışı. Sonra, təsir əks təsirə bərabərdir. Tərənnüm əsasında yazılıb. Bir də başqalarının başına gələnlərdən ehtiyat edib dərs çıxarmaq lazımdır. Bu 4 məlumat əksəriyyət etibarilə kitablarda verilmir. Siz bunları qeyd edin. Hara aiddir? Söz qəzəlinə aiddir. İndi bu təsir əks təsirə düz mütənasib elə ki, fizika riyaziyyat keçirik, amma indi deyərik hansı məqamları nəzərdə tutmaq istəyib. Getdi. Xəlqə ağzın sirrini hər dəm qılır ishar söz. Bu nə sirdir kim olur? Hər ləhzə yoxdan var söz. Burada deyir ki, elə ki, söz yoxdan var yaradır və insanın sirrini aləmə car çəkən sözdür. Yoxdan var yaradan sözdür. Bu qədər. Sonra, artıran söz qədrini sidq ilə qədrini artırar, kim nə miqdar olsa əhli neylər ol miqdarsız. Burada deyir ki, yəni kim hansı miqdarda necə bir təsir edici söz desə, onun miqdarı da, yəni cəmiyyətdə ölçülən o nüfuzu da həmin danışdığı söz qədər olacaq. Söz qədər. Yəni sözün necə yüksək səviyyədə səsləndirsə, elə ki ona qoyulan hörmət də, belə izah edeyim artıq, həmin şəkildə verilmiş olacaq. Daha sonra, ver sözə ehya ki tutduqca səni xab-ı əcəl, edə hər sayət səni ol uyğudan bidar söz. Burada da deyir ki, sən sözünü deyir elə yaxşı tut ki, ölüm vaxtı gəlib çatanda o səni ayıtsın və sənin ölümündən sonra da sənin danışdığın sözlər səni yaşatsın. Yəni deyir, bizdə də bir söz var, deyir, söz uçar, yazı qalar. Türklərdə bu daha çox işlənir. Yəni insanı ölsə də onun dediyi sözlər, yəni ondan sonra bir nişanə olmalıdır. Təbii ki, yaxşı sözlər, hər sözdən getmir söhbət. Bir nicari ənbənin xəttir könüllər almağa, göstərər hər dəm niqab-ı qeybdən ruxsar söz. Burada mənalı söz danışan insanlar deyir, mənalı söz könüllər oxşayan, könülləri alan o gözəllə müqayisə edilir. Belə, yəni bu cümləni yadda saxlayın. Deməli, xazin-i gəncine-i əsrardır hər dəm çəkər, rişte-i ishare min gövhər əsrar söz. Burada
Nizaminin o sirlər xəzinəsini bir dənə yadda saxlayaq. Söz sirlər xəzinəsinin xəzinədarı hesab olunur. Bir dənə bu beyti yadda saxlayaq. Daha sonra bir də yəni o sözün gövhərlə olan müqayisəsindən danışılır. Yəni aşkara bütün elə ki gizli gövhərləri aşkara çıxardan söz mənasında verilir. Yəni bu beytin izahı. Daha sonra olmayan qəvvası bəhri mərifət arif decil, kim sədəf tərkibi təndir lölö şəhvar söz. Burada deyir ki, mərifət dənizinin üzgüçüsü olmayan, yəni sözün miqdarını dərk eləyə bilməz. Yəni biz bilirik ki, bədənin tərkibi deyir sədəfdir, bədənin tərkibi sədəfdir, lakin incisi isə sözdür. Yəni mərifət dənizinin üzgüçüsü olmayan şəxs bu qəbilləri başa düşə bilməz. Belə danışır. Daha sonra son beytin təhlilinə keçək. Gər çox istərsən Füzuli, İzzətin az et sözü, kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Burada da son beytdə onu görürük ki, Füzuli özünə müraciət eləyib, öz təxəllüsü verilib, bunu qarışdırmayaq. Bəzən deyir ki, yalnızca təxəllüsünü verib, xeyr, bax, burada xitab var. Hər iki tərəfindən vergüllə ayırmışıq. Nə deyirdim? Bunun da təhlilində belə bir nəticə ortaya çıxır ki, deyir, kim söz, əgər mənalı deyir, söz danışmaq istəyirsənsə, deməli, həmin sözləri sözünü az eləməlisən. Deyir ki, kimə deyir çox danışmaqdan belə bir xeyir gəlib ki, görün başqa mən burada bir beyti ötürmədim ki. Yox, onu ötürmədim. Bir də 6-cı beytdə onu demək yadımdan çıxdı. Bax, bura yazmışıq ki, Arif Decil. Burada əslində bu əsərdə söz sənətkarının qarşısında qoyulan vəzifələr dayanıb ki, söz sənətkarı, söz sənətçisi o sözü necə qeydli yerində işlətməlidir, necə seçməlidir, məqsədinə o, necə deyirlər, məramına uyğun şəkildə belə. Və bu əsərlə bağlı bir sıra qeydlər yazırlar ki, deyir, bu əsər müəllifin ədəbiyyat, sənət, poeziya haqqında ümumi görüşlərini əks etdirir. Yəni, müəllif söz sənətkarının qarşısında müəyyən tələblər qoyur ki, biz o tələblərdən də artıq danışmış olduq. Belə söz qəzəlinin izahı bu qədər. Ümumi anlayışları verdik. Mən kitablarda olmayan qeydləri xatırlatdım. Bir də ümumiləşdirək. Rəməl bəhrində 7 beytdən ibarətdir. O saydığım 4 faktı da dəftərimizə yaxud da qeyd yerimizə köçürdüm. Beyt-beytdə təhlillərini verməyə çalışdım. Çox sadə bir şəkildə. Təbii ki, siz bunu əzbərdən bilməyəcəksiniz. Sadəcə göz yaddaşı ilə bir nəzər keçirdin, ya buradan, yaxud da oxuduğunuz kitabdan. Daha sonra mənim verdiyim açıqlamalarda yəqin ki, yadda saxlamış olarsınız. İndi isə keçid alaq, məni candan usandırdı qəzəlinə.